Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da ya koftalarına, ya jiletlərinə, svitrə, nəyə istəsəz toxuya bilərsiniz. Qalın safla toxusanız biraz bu qışa da geyinən paltarlara yarayar. İlmələri də üç yığırıq. Belə 2 də kənar ilmə yığıram. Rezinkanı mən belə toxumuşam. Sizin ürəyiniz necə istəyir, o cür də toxuya bilərsiniz. Bunun üçün də milmə qısa formada yığacam milləri. 3 yığmaq lazımdır. 15 ilmə yığacam. 2 də kənar ilmə, 17 ilmək. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmək. Buradan da bir düğün atıram. İndi mən rezinka toxuyan deyiləm. Hər gözündən bir sıra tərs toxuyacağım. İndi bura düz üzüdür. Düz üzdən birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməni də yenə tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Birincini götürürəm, qalan ilməkləri tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən birinci ilməni götürürəm. Kənar ilməni. Burada bir artırma eləyirəm. Buradan 2 ilməkdən 1 ilmək çıxardıram. Mildən çıxartmıram. Sonra 3-cü ilməyi də 3-ün içindən bir yerdə belə. Burada bir artırdım. İkisi də bu 3 oldu. Əksilmə, artma olmadı. Bir ilmə artırıram. 2 ilməkdən birini çıxardım. Mildən çıxarmıram. Sonra həmin ilməklərin içindən 3-cü ilməyi. Belə 3-ündən bir yerdə 2 ilmək çıxardıram. Bir də artırma. Yenə bir artırma. 2 ilməyin içindən bir ilmək çıxardım. Sonra 3-cüdən. 3-ün içindən bir ilmək. Birini artırdım. 2 ilməkdən bir ilmək çıxardım. Sonra 3-cü ilməyi götürürəm. 3-ün içindən bir ilmək çıxardıram. Yenə belə. Artırdım. 2 ilməkdən birini çıxardım.
Sonra üçüncü ilməkdən. Sonra kənarı da tərs toxudum. İndi arxa üzdən kənarı götürürəm. Qalan ilməkləri tərs toxuyuram. İndi burada yenə kənarı götürürəm. Bunların yerini dəyişirəm. Burada 2 düzü toxudum. Burada deşik olan yeri, boşluq olan yeri ortaya saldım. Burada bir artırma eləyirəm. Bu ikisindən birini çıxardım. Sonra ikisinin içindən bu birisini də götürürəm. Üçünün içindən bir ilmək çıxardım. Yenə bir artırdım. İkisindən bir. Sonra yanındakı ilməkdən üçündən bir ilmək. Bunu əsas birinci ilməkdən düzəldirik ki, qalanlar hamısı düz gəlir. İkidən çıxardım. Sonra üçündən bir dənə. Arxa tərəfdən hamısını tərs toxuyuram. Formada belə bir naxış alınır. İndi burada təzədən yenə birinci sırada. Bir sırada toxuyuram. Kənarı götürürəm. Buradan artırmanı eləyirəm. Birini toxuyuram. Bu ilmək ortaya düşməlidir naxış. Birini toxuyub sonra artırma eləyirəm. Sonra ikisindən bir. Sonra üçdən bir çıxardıram. Burada düz olandan sonra bu ardı onun düz gəlir. 2-dən bir. Sonra üçüncü ilməkdən içindən bir ilmək. Yenə artırırıq. 2 ilməkdən birini çıxarıram. Sonra üçüncü ilməyi götürürəm. Üçünün içindən bir çıxarıram. Yenə artırdım. 2 ilməkdən birini çıxardım. Sonra üçüncü ilməyi götürüb üçünün içindən biri çıxardım. Birini artırdım. İkisindən birini çıxardım. Çıxarmadım mildən üçüncünü götürürəm 3 ilməkdən. Bir ilmək çıxardım. Arxa tərəfdən yenə də hamısını tərs toxuyuram.
Kənarı da tərs toxudum. Belə. Formada belə bir naxış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi toxuduğum. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.